Dedim ki, oğluma dərman verirəm. Maşallah boyu qəşəng uzanıb da. Həm də iştahı yox idi da mənim oğlumun. Bilmirəm, amma indi yaxşılaşıb yeməyi falan. O da elə o dedi ki, bir dənə mən də maraqlanım, sizdən bir daha maraqlanım. Çox sağ olun Aybəniz xanım. Bunu da inşallah elə Aybəniz xanım, demək 3.5 santim uzanma olubdu. Yəni o hissəsində əvvəl dərmanı verməmişdən əvvəl şey eləmişdim, şəklini çəkmişdim, işarə qoymuşdum. Bir də indi bu günləri elə eləmişəm. Bir də bu günləri elədim. Baxdım ki, yox, boyunda artımında fərq var. İnşallah bu kursu bir də sentyabrda eləmək olar. Çünki sentyabrda həm də məktəbə gedəcək. Yaddaşına plana görə. İnşallah. Həqiqətən də yox, həqiqətən mən də gördüm ki, çox super bir dərmandır da. Oğluma mən də yemək yedirdə bilmirdim. Çox zülm idi də. Onun yeməyi mənə əsəbdən başqa bir şey yaşatmırdı. Amma sizin məhsullardan sonra çox şükür ki, elə yeməyi yəni sadəcə olaraq hazırlayıb qoyuram qabağına, qurtardı. Özü yeyir, özü su içir. Maşallah düzəlib, çəkisi normallaşıb, boyu çox yaxşılaşıb. Həqiqətən də yəni sizin haqqınız ödənməz də. Çox sağ olun.